Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Məsələlərə 19-cu sualdan davam edirəm. 19-cu sualda şərtdə deyir ki, perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2-dir. İndi şərtə baxaq. Şərtdə deyir ki, perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadrat var. Onda yazıram ki, P üçbucaq, yazıram P üçbucaq bərabərdir P kvadrata. Kvadrat. Perimetrləri bərabərdir deyir. Yəni üçbucağın perimetri kvadratın perimetrinə bərabərdir. Və uyğun olaraq tərəfləri x1 və x2-dir. Onda bərabər tərəfli üçbucağın bir tərəfi x1-dirsə, üç tərəfi var. Perimetri olur 3x1. Daha sonra kvadratın bir tərəfi uyğun olaraq x2-dirsə, onda 4 tərəfi var. Perimetri olur 4x2. Yəni üçbucağın bərabər tərəfli üçbucağın perimetri bərabərdir kvadratın perimetrinə. Buradan x1 uyğun olaraq bərabərdir 4-ün misilləri, yəni 4k. x2 də bərabərdir 3-ün misilləri 3k-ya. Aha. Daha sonra baxırıq ki, şərtdə bizə deməli kvadrat tənliyi verilib. Yazıram x kvadratlı çıxılsın 21x. Üstə gəlinsin 5a çıx 7 bərabərdir 0. İndi bu kvadrat tənliyin V teoreminə görə köklərinin cəmini tapaq. Aydındır ki, kökləri cəmi mənfi 21 nəksi. Yəni müsbət 21. Kökləri də biri 4k-dır, o biri 3k-dır. Yazaq 4k üstə gəl 3k bərabər 21. 7k bərabər 21. K da bərabər 21-i 7-yə bölürəm 3. Aha. K-nı 3 tapdıq. K-nı 3 tapandan sonra aparıb K-nı həm x1-də, həm x2-də yerinə qoyub köklərini tapaq. Onda x1 bərabərdir. K 3-dür deyə 4-ü 3-ə vur 12. x2 bərabər K 3-dür deyə 3-ü 3-ə vur 9. Artıq köklərini tapdıq. İndi bizdən A-nı tapın deyir şərtdə. A-nı tapmağımızı istəyir. Şərtə baxsaz görürsünüz. Deməli, A-nı tapmaq üçün tənlikdən kökləri hasilini tapaq. Kökləri hasili də sərbə səddə bərabərdir. Yəni 5 açıq 7-yə. O da köklərini biz tapmışdıq axı 9 ilə 12. Köklərini apardım, yerinə qoydum hasildə. Bərabərdir 5 açıq 7. Bərabərin yerini dəyişsəm 5 açıq 7 bərabərdir kökləri hasilinə. Yəni 9 vur 12 da 108 eləyir. Buradan 5-a bərabər birbaşa yazıram 115. A da bərabər 115-i 5-ə bölürəm olur 23. Bizdən də elə A-nın qiymətini soruşur. A-nın qiyməti deməli 23-ə bərabər olar. Daha sonra keçirik deməli 20-ci məsələyə. 20-ci məsələdə sahəsi S2, bir dəqiqə verilənləri qeyd edeyim. S2 bərabər 2x kvadratı üstə gəl 7x üstə gəl 3. Hansı ki bu şərti oxusaz görərsiniz ki, bu verilən ümumi düzbucaqlının sahəsidir. S1 isə kəsilən hissənin sahəsidir. X kvadrat üstə gəl 7x üstə gəl 12. Üstə gəlinsin 12-yə. Aha. İndi bir dəqiqə gözlüyün şəkli gətirim. Deməli, şəklə burada daha rahat şəkildə baxaq. Bir dəqiqə gözlüyün. Hə. Deməli, şəkildə bir dəqiqə zəhmət olmasa, şəkildə uşaqlar, şəkildə bax bu S1, bax bu iştiqləyirəm. S1 kəsilmiş hissədir. Kəsilmiş hissənin sahəsidir. Bax bu qırıq-qırıq xətlərdə kəsilmiş hissəni bildirir. S1 ilə bizə kəsilmiş hissənin sahəsini verib. S1 burada kəsilən hissənin sahəsidir. Kəsilən hissənin sahəsidir. Kəsilən hissənin sahəsidir. Aha. S2 isə aşağıda görürsünüz. Ümumidir. Uzunluğu kimi başa düşmür. Şərtə baxsaz görərsiniz ki, S2 orada ümumi sahəni bildirir. S2 burada nədir? Ümumi düzbucaqlının sahəsidir. Ümumi sahədir. Biz
S2-dən S1-i çıxsaq, yəni ümumi sahədən kəsilən hissənin sahəsini çıxsaq, o bizə nəyi verər? Qalan hissənin sahəsini. Ümumi sahədən kəsilən hissənin sahəsini çıxsaq, qalan hissənin sahəsini tapmış olarıq. Onda biz ümumi sahədən kəsilən hissənin sahəsini çıxaq ki, qalan hissənin sahəsini tapaq. Yazıram ki, 2x-in kvadratı üstə gəl 7x üstə gəl 3. Ümumi sahədən çıxıram kəsilən hissənin sahəsini ki, qalan hissənin sahəsini tapaq. Aydındır ki, birinci mötərizəni atıb olduğu kimi yazırıq. Aha. İkinci mötərizəni mənfiyə vurub açırıq. Mənfini vururam x kvadratına, mənfi x kvadrat çıx 7x. Bir dəqiqə. Çıx 7x, sonra çıx 12. Davam eləsək. 2x kvadrat çıx x kvadrat olur x kvadrat. Müsbət 7x, mənfi 7x islah gedir. Və 3 çıx 12, mənfi 9. Bax, bu bizim tapdığımız, bir daha qeyd edirəm, bu tapdığımız qalan hissənin sahəsidir. Hansı ki, bax, bu sağ tərəfdə, şəkil üzərində, bax, bu hissə qalan hissədir. Və qalan hissə özü də bir düzbucaqlıdır deyə, qalan hissə özü də düzbucaqlıdır deyə, onun sahəsini tapmışıqsa, onda yazıram S qalan, yəni qalan hissənin sahəsi, o da bir düzbucaqlı deyə sahəsini tapanda enini uzunluğuna vururuq. Eni A-dır, şəkildə görürsünüz. Uzunluğu x plus 3'dür. Deməli, qalan hissənin sahəsini açıram. Qalan hissənin sahəsini açanda eninin uzunluğuna vurub və qalan hissənin sahəsini tapmışam, ona bərabər eləyirəm. Buradan A bərabərdir, vurma var deyə sağdakını soldakına bölürük. Yəni, x kvadratı çıx 9'u, 9 da gəlin 3'ün kvadratı yazaq. Bölürük x plus 3'ə. O da kvadratlar fərqi düsturu ilə açsaq, x çıx 3, x plus 3, bölünsün x plus 3, x plus 3'lər də gedir x çıx 3. Onda A orada qalan hissənin eni idi və tapdıq x çıx 3'ə bərabərdir. X ilə ifadə edin deyirdi şərtdə, biz də onu tapdıq. Daha sonra keçirik deməli 21-ci məsələyə. 21-ci məsələ də ətraflıya düşən sualdır. Ətraflıya düşən suallardır. Deyir, hündürlüyü 2 olan, yazıram h bərabər 2. Hündürlüyü 2 olan düzbucaqlı paralelipipedin həcmi Vx. Həcmi bərabərdir 2x kubu çıx 54. Çoxhədlisi ilə ifadə olunub. Aha. Sonra deyir ki, bu paralelipipedin oturacağının eni ax bərabərdir x çıx 3'ə. Aha, olarsa tam səthinin sahəsini ifadə edən çoxhədlini müəyyən edin. Yəni, biz bu paralelipipedin tam səthinin sahəsini tapmalıyıq. Hansı ki, o da çoxhədli şəklində olacaq. Əvvəlcə biz paralelipipedin həcmini açaq. Yazıram ki, Vx bərabər. Paralelipipedin həcmi bilirsiniz ki, eni vurulsun uzunluğu, vurulsun hündürlüyü düsturu ilə tapılır. Enini, uzunluğunu və hündürlüyünü bir-birinə vuranda paralelipipedin həcmini tapırıq. Yəni, onun xətti ölçülərinin hasili onun həcmini verir. O da bərabər 2x kubu çıxılsın 54'ə. İndi A onun enidir. Deyək ki, enidir də, əslində fərqi yoxdur. Amma əvvəl-axır birinə eni, birinə uzunluğu, birinə hündürlüyünü deməliyik. Onda A onun enidirsə, eni verilib bizə x çıx 3. Yazıram x çıx 3. Uzunluğu B'dir, bilmirik. S onun hündürlüyüdür. Hündürlüyü də 2'dir. Gətirib yerinə qoyuram. Hündürlüyü 2. Bərabər sağ tərəfdən 2'ni ortaq çıxardıram. Qalır x kubu çıx. 27 qalır. 27'nin də 3'ün kubu yazıram ki, kublar fərqi düsturu ilə aça bilim. Vurma var deyə hər tərəfdən 2'lər ixtisar getdi. Yazıram x çıx 3 vurulsun B bərabərdir. Sağ tərəfi kublar fərqi düsturu ilə vuruqlara ayırıram. Kubları atıb bir dəfə olduğu kimi yazıram. Vurulsun birincinin kvadratı. Kub düsturunda birinci mötərizə çıxdısa üstə gəl. Birinci ilə ikincinin sadəcə hasili və üstə gəl ikincinin kvadratı. Mənfi 3'ün kvadratı, o da müsbət 9. Hər tərəfdən x çıx 3'lər ixtisar getdi. Onda tapdım ki, B x kvadrat üstə gəl 3x üstə gəl 9'a bərabərdir. B onun uzunluğudur. A da onun enidir. Deməli, şərtdə verilibdir. Gətirib yazıram.
A da onun enidir. Eni də 2/3-dür. Eni var əlimizdə. Uzunluğunu tapmışıq. S də onun bir daha deyirəm hündürlüyüdür. Hündürlüyü də 2-dir. Əlimizdə hamısı var deyə biz onun axtarılan tam səthinin sahəsini tapa bilərik. Yazıram ki, S tam bərabərdir. 2 vurulsun AB, üstə gəl AC və üstə gəl BC. Bax, bu düsturla parlaq bedin tam səthinin sahəsini tapırıq. Davam edirəm, aşağıdan yazıram. 2 vurulsun, A-nı B-yə vuraq. Mən birbaşa yazacağım uşaqlar. Bu A-nı biz, üzr istəyirəm, A-nı biz, bir dəqiqə, A-nı biz B-yə vursaq, A-nı B-yə vursaq, A-nı B-yə vursaq, ikisi birlikdə kublar fərqi düsturunu verər. Yəni, A-nı B-yə vururuqsa, nəticə olur x kubu çıx 27. Üstə gəl, daha sonra A-nı C-yə vururam. A-nı C-yə vururam. Və ya C-ni A-ya vuraq, nə fərqi var? 2-ni X-a vururam, 2x, 2-ni mənfi 3-ə vururam, mənfi 6. Üstə gəlinsin, indi isə B-ni C-yə vurun. B-ni C-yə vurursunuz. 2-ni vururam x kvadratına, 2x kvadrat, üstə gəl, 2-ni 3x-a vururam, 6x, 2-ni 9-a vururam, 18. Davam edirəm. Qabaqdakı 2 hələ ki qalsın. Daxildəki çoxədlini sadələşdirək. X kubu qalır. Üstə gəl 2x kvadratı qalır. Bunları yazdığıma görə artıq silirəm. Müsbət 2x, müsbət 6x edir, müsbət 8x. İndi ədədləri hesablayaq. Mənfi 27, mənfi 6, mənfi 33. Mənfi 33 üstə gəl 18. O da eləyir. Mənfi 15. Və 2-yə vurub açıram. Olur 2x kubu. Üstə gəl 4x kvadratı. Üstə gəl 2-ni 8-ə vuraq 16x. Çıx 2-ni 15-ə vuraq 30. Bax belə. Biz parlaq bedin tam səthinin sahəsini tapdıq. Bax, bu da ətraflıya düşən sualdır. Daha sonra keçirəm 22-ci suala. Keçən il buraxılış imtahanına ətraflıya düşən sualdır. Gözləyin, əvvəlcə şəkili gətirim. Şəkil üzərində yəqin ki, şəkil üzərində müəyyən qeydlər apararıq. Aha. Deyir ki, kvadrat formasındakı iki bağçanın, daha doğrusu, kvadrat formasındakı iki bağça, birinci bağça, ikinci bağça, kvadrat formasındakı iki bağça ətrafına perimetrlər boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bir daha deyirəm, kvadrat formasında iki bağça var. Ətrafına perimetrlər boyunca çəkilmiş borular vasitəsilə sulanır. Aha, perimetri boyunca, deməli, perimetri boyunca, bax bu, bizə dəqiqə, bax bu perimetri tərəfləri, perimetri boyunca, perimetri onun tərəfləri nə deyir yaxı? Perimetri boyunca ətrafına çəkilmiş borular vasitəsilə bax bu bağçaları sulayırlar. Bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Bağçadan su anbarına qədər, bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Aha, bu demək deyil ki, uşaqlar, bu demək deyil ki, bağçaların perimetrlər boyunca istifadə olunan boruların da uzunluğu 4 metrdir. Biz onu deyə bilmərik. Ola bilər ki, 3 metrdir, biri 2 metrdir, biri 5 metrdir, biri 6 metrdir. Birləşdirə nəticədə su boruları çəkib bağçaları sulayırlar. Bizə sadəcə deyir ki, bağçalarla su anbarı arasındakı boruların hər biri 4 metrdir. Yəni, qalan boruları bilmirik. Aha. Sonra deyir ki, buradan davam edirəm. Bizə dəqiqə. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çoxdur. Birinci bağçanın tərəfinin uzunluğu ikincinin tərəfinin uzunluğundan 2 metr çoxdur. İkincinin tərəfinə x yazaq. Aydındır ki, bir tərəfi x-dirsə, hər tərəfi x-dir. Elə burada x-dir. İndi birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfi x-dan 2 metr çoxdur. Plus 2. Elə şəkildə də görsənir ki, birinci bağçanın tərəfinin uzunluğu çoxdur.
Nə qədər çoxdur? 2 metr. Hansından çoxdur? İkinci bağçanın tərəfi x-dan 2 metr çoxdur. O da kvadrat formasında olduğuna görə deməli hər bir tərəfin uzunluğu x plus 2 olar. O bir də kvadrat formasındaydı. Ona görə hər tərəfinə x yazmışam. Deməli 2 metr çoxdur deyirdi. Sonra birinci bağçanın sahəsi yazıram S1. Birinci bağçanın sahəsi nə idi? Kvadratdır deyə. Tərəfinin kvadratı. Birinci bağçanın sahəsi tərəfinin kvadratıdır. Sahəsi a kvadratı. Kvadratlıdan sahəsi olur a kvadratı. İndi ikinci bağçanın sahəsini tapaq. S2. İkinci bağçanın sahəsi o da kvadratlı. Sahəsi tərəfinin kvadratıdır. İndi suala qaydaq. Buradan davam edirəm. Deyir ki, birinci bağçanın, bir dəqiqə gözlüyün zəhmət olmasa bunun qaldıra bilsəm daha yaxşı olar. Deməli, birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Bir dəqiqə. Birincinin sahəsi, tənlik qurmalıyıq. Birincinin sahəsi ikincinin sahəsinin 2 mislindən vur 2. Bu birincinin sahəsidir. Bu da ikincinin sahəsinin 2 misli. Şərtdə deyir ki, birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 azdır. 8 azdırsa, ikincinin sahəsinin 2 mislindən 8 azdırsa, çıx 8 bərabər elə də. Birincinin sahəsi bu, birincinin sahəsi bu. İkincinin sahəsinin 2 mislindən 8 azdır. 8 azdırsa 8 kvadrat metr çıxırsan ki, bərabərləşsin. Və bu da kvadrat tənlikdir. Yazıram x kvadratı. Üstə gəl 4x, üstə gəlinsin 4. Çıx 2x kvadratı plus 8 bərabərdir 0. Mənfi x kvadratı plus 4x plus 12 bərabər 0. Mənfi 1'ə vurub düzəliş eləyirəm. X kvadratı çıx 4x çıx 12 bərabər 0. Uşaqlar birbaşa yazıram. Mənfi 2 ilə 6 olmalıdır. O da tərəf mənfi ola bilməz. Bunu da üstünə xət çəkirik. Deyir ki, sulama üçün ən az nə qədər borudan istifadə olunur? Nə qədər deyir? Düzdür uşaqlar. Neçə dənə demir ki? Neçə dənə demir ki? Qapını örtün müəllim. Əsas yerə çatmışam. Nə qədər deyir? Yəni, nə qədər deyirsə, orada əslində sualın quruşunda da müəyyən problem var. Nə qədər yox, neçə metr deməli idi. Amma bilin ki, nə qədər deyir, yəni say soruşmur, say soruşa da bilməz. Say soruşa da bilməz, çünki biz kvadratın tərəfləri boyunca istifadə olunan boruların ölçüsünü deyə bilmərik ki, hərəsi neçə metrdir. Orada nə qədər deyəndə, düzdür, yenə problem var. Nə qədər deməli deyildi, neçə metr deməli idi. Nə qədər deyirsə, uzunluq baxımından soruşur. Yəni, neçə metr borudan istifadə olunub. O da, aparıb x-in yerinə 6 qoysam, birinci bağçanın tərəfi 6'dır. Onda 6 metrlik borular istifadə olunur. Ola bilər, üzr istəyirəm, 6 metr olmaya da bilər. Ya bir tərəfi 6 metrdirsə, onda birinci bağçada 24 metr. 6 vur 4, 24 metr boru istifadə olunur. Üstə gəl. 6 burada qoysaq, 6 plus 2 eləyir 8. İkinci bağçanın bir tərəfi 8'dir. Vur 4. Və üstə gəlinsin, sulama üçün axı su anbarından bağçalara da boru gedir. O 4'ləri də toplamalıyıq. 4, üstə gəl bir dənə də 4. 6 vur 4, 24. 8 vur 4, 32. 4 vur 4, daha doğrusu 4 üstə gəl 4. Səhv yazdım. 8. Ümumi eləyir 64 metr. Deməli, nə qədər borudan istifadə olunur? Sulama üçün 64 metr borudan istifadə olunur. Sulama üçün bu 4 metr borudan da istifadə edirik. Su anbarından bağçaya gedən bu boru da olmalı ki, su geçsin. Buradakı 4 metrlik boru da istifadə olundu. Onları da mən gördünüz ki, yazdım. Eyni ilə tərəfləri boyunca da borular gedir ki, bağça sulansın. Deməli, 64 metr borudan istifadə olunur. Bax belə. Demək uşaqlar, 23-cü sualdan davam edirik. Burada kater məsələləri var. Deyir ki, əvvəlcə gəlin belə eləyək də, bircə dəqiqə 23-cü sual.
Kater məsələlərində həmişə imtahana düşmür. Amma ola bilər ki, yenə düşsün. Burada siz bu düsturu bilməlisiniz. Birinci, dördüncü qruplar daha yaxşı bilir. T bərabərdir S bölünsün V düsturunu əzbər bilməlisiniz. T burada zamanı bildirir. S burada gedilən yolu bildirir. S gedilən yoldur. Və V burada sürəti bildirir. Bu düsturu həm əzbər bilməlisiniz, həm də bu düsturu işlətməyi bilməlisiniz. Bu o deməkdir ki, düstura görə zamanı tapmaq üçün S gedilən yolu sürətə bölməliyik. Gedilən yolu sürətə bölürük ki, sərf olunan zamanı tapaq. Gedilən yolu sürətə bölürük ki, sərf olunan zamanı tapa bilək. Bir dənə də nə deyim sizə? Əgər motorlu qayıqdır və yaxud da ki, katerdir, əgər, bir dəqiqə zəhmət olmasa gözləyin, əgər axınla gedirsə, onda motorlu qayığın sürəti ilə çayın sürəti toplanılır. Axına qarşı gedirsə, motorlu qayığın sürətindən çayın sürətini çıxırıq. Çünki axına qarşı gedir. Fərz eləyək ki, motorlu qayığın sürəti X-dir, çayın da sürəti Y-dir. Əgər motorlu qayıq axınla gedirsə, axın istiqamətində gedirsə, motorlu qayığın sürəti ilə çayın sürətini toplayırıq. Axına qarşı gedirsə, motorlu qayığın sürətindən çayın sürətini çıxırıq. Yox, əgər motorlu qayıq və yaxud da ki, kater və yaxud da ki, teplağod əgər durğun suda gedirsə, yəni göldə gedirsə, onda öz sürəti ilə gedir. Yəni X-i götürürük, öz sürətini götürürük. Bir daha deyirəm, motorlu qayıqdır, katerdir, teplağoddur və s. Bunlar axınla gedəndə motorlu qayığın sürəti ilə çayın sürəti toplanır. Axına qarşı gedəndə motorlu qayığın sürətindən çayın sürəti çıxılır. Durğun suda, göldə gedirsə, artıq motorlu qayıq orada öz sürəti ilə hərəkət eləyir. Çünki durğun suda su dayanır, su hərəkət eləmir. Su ona nə kömək eləmir, nə də ona əngəl yaratmır, nə də ona mane olmur. Durğun suda öz sürəti ilə gedir. İndi suala qayıtsaq, bir dəqiqə yenidən qeyd edeyim. Düstur necə idi? Sağdan yazıram. T bərabərdir S bölünsün V idi. Düzdürmü? T burada zamandır. T burada, qoy yenə qeyd edeyim. T burada zaman, S gedilən yol, qısa yol yazıram. V də deməli sürətdir. İndi suala baxaq. Deyir, turistlər gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafəni, iki məntəqə olsun, deyək ki, A məntəqəsindən fərzini B məntəqəsinə. Turistlər iki məntəqə arasındakı, turistlər gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafəni çayın axını istiqamətində gedib, fərz eləyin ki, bu hissə ilə gedirlər, çayın axını istiqamətində gedib və sonra da çayın deməli axının əksi istiqamətində qayıtmağa ümumilikdə 4 saat vaxt sərf etdilər. 4 saat. Onda zaman 4 saat vaxt sərf ediblər. Yazıram T bərabərdir 4 saat. Ümumilikdə 4 saat vaxt sərf etdilər. İndi biz belə eləyək. Ümumilikdə 4 saat vaxt sərf eləyiblərsə uşaqlar, bu 4 saatın bir neçə saatını axınla getməyə sərf eləyiblər. Yerdə qalan saatını axına qarşı qayıtmağa sərf eləyiblər. Yəni biz 4 saatı parçalamalıyıq, 4 saatı bölüşdürməliyik. Biz hökmən deyə bilmərik ki, 4 saatın 2 saatını axın ilə getməyə sərf ediblər, 2 saatını da axına qarşı qayıtmağa sərf ediblər. Ola bilsin ki, elədir, amma hökmən deyə bilmərik onu. Ona görə də biz ümumilikdə 4 saat vaxt sərf ediblərsə, biz bu 4 saatı, yəni T-ni parçalamalıyıq. T-ni yazmalıyıq ki, T1 üstəgəl T2 bərabərdir 4 saat. 2 saata parçalaya bilmərik. 3 saata 1 saata parçalaya bilmərik. Bəlkə orada dəqiqə söhbəti də var.
Hə, o burada T1 nəyi bildirir? Axın ilə getməyə sərf olunan zamanı. Və T2 nəyi bildirir? Axına qarşı qayıtmağa sərf olunan zamanı bildirir. İkisinə ümumilikdə nə qədər vaxt sərf olunub? 4 saat. İndi T nə idi? Zaman. Zamanı necə tapırdıq? Sağdakı düstura baxın. S-i V-yə bölürdük. Gedilən yolu sürətə bölürdük. Onda T1 nə deməkdir? S1 bölünsün V1. Bəs T2 nə deməkdir? Uyğun olaraq S2 böl V2 və bərabərdir 4 saat. Deməli, ancaq düsturu bilmək lazımdır. Düsturu tətbiq eləmək bilmək lazımdır. Gətirib yerinə qoyursan. T nə deməkdir? S bölü V. T1 nə deməkdir? S1 bölü V1. T2 nə deməkdir? S2 bölü V2. Aha. Sonra deyir ki, qayığın öz sürəti 6-dır. Bir dəqiqə qıraqda qeyd edeyim. Qayığın öz sürəti. Qayıq yazıram, 6 yazıram. Şuanlar qısa. Aha. Çaydakı sürəti 3'dür. Bunları qısa yazdım. Qayığın sürəti 6 km böl saat. Çayın sürəti 3 km böl saat. Aha. Deyir, bu məntəqələr arasındakı şərtə baxın solda. Bu məntəqələr arasındakı məsafəni tapın. A məntəqəsi ilə B məntəqəsi arasındakı məsafəni biz x götürək. Yəni məsafə x-dir, yol x-dir, S x-dir, gedilən yol x-dir. Onda gətirək biz S1-ə nə yazaq? X. S1 yoldur da. S nədir ümumiyyətlə? Yol. Hə, yol x-dir, bölünsün V1. Aha. Yol x-dir, V1 sürətdir. V sürətdir də ümumiyyətlə. Axın ilə gedəndə, bayaq da demişdim, axın ilə gedəndə qayığın sürəti ilə çayın sürəti toplanır. Onda axın ilə sürəti 6 üstə gəl 3. Yəni, axınla gedəndə sürətlər toplanır. Üstə gəl, S2 yenə yoldur. Eyni yoldan söhbət gedir, yenə yol x-dir. Eyni yolu qayıdıbdır, yenə yol x-dir. Axına qarşı gedib baxın, eyni yolu da. Axına qarşı gedəndə sürətlər 6 ilə 3'dür. Sürətlər çıxılır. Bərabərdir 4-ə. Bir daha deyirəm, axınla gedəndə sürətlər toplanır. Axına qarşı gedəndə sürətlər çıxılır. Nəysə, x bölünsün 6 plus 3 9. X bölünsün 6 çıx 3 3. Bərabər 4. Ortaq məxrəc eləyək. Aydındır ki, biz bunu 3'ə vururuq. 3'ə 9'a ortaq məxrəc 9. X plus 3x bərabərdir 4. 3x plus x 4x bölünsün 9 bərabər 4. Hər tərəfdən 4'lər ixtisar gedir. Sağda 1 qalır. X də bərabər 9'u 1'ə bölük 9. Deməli, bu məntəqələr arasındakı məsafə 9 kilometrə bərabər olar. Həqiqətən də çox asan bir sualdır. Çətin sual deyil. Sadəcə düsturu bilmək lazımdır. Bir də düsturu tətbiq eləmək bilmək lazımdır. Ondan sonra keçirəm deməli 24-cü suala. 23-cü sual 2025-ci ildə buraxılışa ətraflıya düşüb. 24-cü sual da 2024-cü ildə buraxılış imtahanına ətraflıya düşüb. 24 də çox çətin sual deyil. Bir dəqiqə gözləyin görüm, şəkili gətirim. Aha. Deməli, şəkildə bizə dəqiqə şəkildə baxırıq ki, şərti oxuyaq görək nə deyir? Deyir, sabit x kilometr saat sürətlə axan çayın sahilində, onda sabit x kilometr saat sürət, onda çayın sürətidir. Aha. Sabit x kilometr saat sürətlə axan çayın sahilində bir düz xət boyunca ardıcıl olaraq A, B, bir dəqiqə A, B və S məntəqələri yerləşir. Motorlu qayıq çayın axını istiqamətində, bu da bizim motorlu qayıqdır. Bu da motorlu qayıq. Motorlu qayıq çayın axın istiqamətində, üstünə yazım axın ilə. Axın istiqamətində A məntəqəsindən S məntəqəsinə gedib, sonra isə axının əksinə S-dən, bura S-dir, paralel köçürdüblər, S-dən B-yə qayıdıb. Deməli, motorlu qayıq çayın axını ilə A məntəqəsindən S məntəqəsinə gedib, sonra isə axının əksinə, axına qarşı yazım altdan, axına qarşı S məntəqəsindən B məntəqəsinə qayıdıb. Və A-dan B-yə olan məsafəni 44 kilometr verib. Cədvəldə verilənlərə əsasən çayın axma sürətini tapın deyir.
Çayın axma sürətini tapın deyir. Çayın axma sürəti də şərtdə x vermişdi. Aha, biz düstura gələk. Düstur necə idi? T bərabərdir S bölünsün V-yə. Yəni zamanı tapanda gedilən yolu sürətə bölürdük. İndi uşaqlar, cədvələ baxsa, sol tərəfdə cədvəl var. Cədvəldə sürəti verib və zamanı verib. Onda bizim düstura qayıtsaq, sürətlə zamanı veribsə, onda S-i yolu tapa bilərik də biz. Düzdür? Lap altına bir atıb, çarpaz vurub, düsturu belə də yaza bilərik. S-i 1-ə vururam, S bərabərdir, V vur T-yə. Yəni gedilən yolu tapmaq üçün sürəti zamana vururuq. Və sürətdə T zamandır. Onda bunları silim. Yazıram ki, S bərabərdir, V vurulsun T-yə. Cədvələ baxıram. Axın istiqamətində A-dan S-yə gedəndə, görsünüz burada da göstərib. A-dan S-yə gedəndə sürəti nə qədər olub? 30 plus x sürətini verib. V sürətdir. Zamanı da verib 4. Onda biz bunu hesablasaq, S-i yolu taparıq. Hansı yolu? A-dan S-yə olan ümumi yolu taparıq. A-dan S-yə. Yəni bu bizə AC-ni verir. A-dan S-yə axın ilə gedəndə deməli sürəti 30 plus x olub, sərf olunan zamandakı 4 olub. Onda yazıram ki, AC bərabərdir 4x plus 120-yə. Vurub açdım. İndi axının əksi istiqamətində S-dən B-yə qaydanda, axının əksi istiqamətində S-dən B-yə qaydanda sürəti 30x olub və 3 saat vaxt sərf eləyib. Yenə S düsturunu tətbiq eləyək. S bərabərdir V vur T. Deməli, sürət burada şərtdə verilibdir. Sürəti verib bizə 30x və zamanda 3-dür. Bu amma S-dən B-yə məsafəni tapacaq bizə. Onda biz belə yazaq da, yazaq ki, AC nəyə bərabərdir? Şəkilə baxın sağda. AC nəyə bərabərdir? AB üstə gəl BC-yə. Parçadır da, A-dan C-yə olan məsafə AB ilə BC-nin cəminə bərabərdir. AC var bizdə 4x plus 120. AB var bizdə, şəkildə var 44. BC də bu məsafədir. İndi orada C-dən B-yə deyir, C-dən B-yə, B-dən C-yə eyni şeydir də. CB məsafəsi və ya BC məsafəsi eynidir. O da bunu vuraq açaq gətirək yerinə yazaq. Yazaq ki, 90 çıx 3x. 90 çıx 3x yazdım. Buradan birbaşa yazıram 7x bərabərdir. 90 üstə 44 gəlirəm, eləyir 134. Bir dəqiqə, üstündə yazdım, hə. Çıx 120. 7x bərabərdir 14. X də 2-dir. X də orada çayın sürətini bildirirdi. Yenə də çox çətin sual deyil. Yenə də çox çətin sual deyil. Öhdəsindən gəlmək olar. Daha sonra baxırıq deməli 25-ci suala. Deyir ki, motorlu daha doğrusu dayanacaqda 2 təkərli velosipedlər və 3 təkərli motosikletlər var. Dayanacaqdakı bütün nəqliyyat vasitələrinin sayı 12-dir. Təkərlərinin sayı isə 29-dur. Dayanacaqda olan velosiped və motosikletlərin sayını tapın. Məsələni tənliklər sistemi qurmaqla həll edin. Gəlin belə eləyək. 25-ci sual. Dayanacaqda olan velosipedlərin sayı, yazıram velo, qısa yazım. Velosipedlərin sayı x olsun. Bir də yazıram moto. Motosikletlərin də sayı y olsun. Dayanacaqda olan velosipedlərin sayı x, motosikletlərin sayı y. Aha. İndi şərtdə deyir ki, dayanacaqda olan bütün nəqliyyat vasitələrinin sayı 12-dir. Bütün nəqliyyat vasitələrinin sayı, yəni velosipedlə motosikletin ümumi sayılar cəmi 12-dir. Bütün nəqliyyat vasitələrinin sayı 12-dir. Sonra deyir ki, təkərlərinin sayı 29-dur. Onda velosipedin sayını vuraq hər velosipeddəki təkər sayına. Velosipedin neçə təkər olur? 2 dənə. Şərtdə özü də deyir. Vurdum 2-yə. Hər velosipeddə 2 təkər var da. Velosipedin sayını 2-yə vururam. Toplayıram. Niyə toplayıram? Ümumi təkər sayına bərabər eləyəcəm. Motosikletin sayı y-dir. Motosikletin sayını da 3-ə vuraq.
Çünki şərtdə deyir ki, hər motosikletin 3 təkəri var. Velosipedin sayını 2-yə vurdum. Hər velosipedin 2 təkəri var, şərtdə deyir. Motosikletin sayını 3-ə vurdum. Hər motosikletin 3 təkəri var, şərtdə deyir. Və toplayıram, ümumi təkər sayı 29-a bərabər eləyirəm. Və salam, tənliklər sistemi. Yuxarını mənfi 2-yə vuraq ki, x-lar geçsin və ya mənfi 3-ə də vura bilərsiniz. Mənfi 2-ni x-a vururam, mənfi 2x çıx 2y bərabər mənfi 24. Aşağıda yazıram 2x plus 3y bərabər 29. Tərəf-tərəfə toplayıram, müsbət 2x ilə mənfi 2x islah gedir. 3y çıx 2y, 29 çıx 24, 5. Y 5-dir, uzatmayaq uşaqlar. Y 5-dirsə, yerinə 5 qoysaq, 5-in üstə neçə gələndə 12 eləyir, x da 7-dir. 7 ilə 5-in toplamı 12 eləyər. Onda dayanacaqda 7 velosiped və 5 dənə də motosiklet var. Və cavabımız budur. Aha, ondan sonra keçirik deməli 26-cı tapşırığa. 26-cı tapşırıqda tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlardan yığdığı orta bal 50 olar. Son imtahanda 74 bal yığarsa, orta bal 56 olar. Orta bal nə deməkdir? Ədədi orta. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? Ümumilikdə neçə imtahanda iştirak etmişdir? Aha, gəlin belə eləyək. Ümumilikdə neçə imtahanda iştirak etmişdir? Yazaq ki, tələbə ümumilikdə, yenə yazaq da tələbənin iştirak etdiyi bütün imtahanların sayı. Bütün imtahanların sayı olsun x. Artıq tələbə iştirak etdiyi bütün imtahanların sayını x götürdümsə, bütün imtahanların sayını, son imtahanı da nəzərə almışam. Tələbə iştirak etdiyi bütün imtahanların sayını x götürdüm, son imtahanı da nəzərə almışam. Və son imtahana qədər əvvəlki yığdığı balların cəmi də y olsun. Çünki əvvəlki imtahanlarda yığdığı ballar ayrı-ayrı nə qədərdir, ümumi cəmi nə qədərdir bilmir. Y götürdük. İndi tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, sonuncu imtahanda 50 bal yığarsa nə edəcəyik? Əvvəlki imtahanlarda yığdığı balların cəminin üstünə, bir daha deyirəm, əvvəlki imtahanlarda yığdığı balların cəminin üstünə sonuncu imtahanda yığdığı balı gələrik, 50-ni. Əvvəlki imtahanlarda yığdığı balların cəminin üstünə, y-in üstünə son imtahanda yığdığı balı gələrik. Və bütün imtahanlardan yığdığı orta bal 50 olar deyir. Orta bal necə tapırıq? İştirak etdiyi bütün imtahanların sayına bölürük, x-a bölürük və orta bal 50-ni tapırıq. Ədəd orta nə deməkdir? Toplayırıq, sayına bölürük. Əvvəlki imtahanlarda yığdığı balların cəminin üstünə son imtahanda yığdığı balı da 50-ni də gəldim və iştirak etdiyi bütün imtahanların sayına böldüm. Orta bal 50 tapdım. Bu bir. İndi əgər növbətini oxuyuram, şərtdə görürsünüz. Belə də ki, test var sizdə. Son imtahanda 74 bal yığsa, bəs indi nə edəcəyik? Son imtahanda 74 bal yığsa, əvvəlki imtahanlarda yığdığı bal üstə 74 gələcək. Əvvəlki imtahanlarda yığdığı bal üstə 74 bal gəlir ki, bütün yığdığı balların cəmini tapaq. Və bütün iştirak etdiyi imtahanların sayına bölürəm. Bəs bu zaman orta bal nə olur? 56. Yəni 56-ya bərabər eləyirəm. Aha, tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? Deməli, bizdən x-i soruşur. Onda biz nə edəyək? Ki, daha rahat yolla cavab tapaq. Deməli, buradan biz x altına bir atıb çarpaz vursam, 50 vur x bərabərdir y plus 50. Buradan x bərabərdir y plus 50 böl 50. 50 böl 50. X-i tapdım. Elə buradan da x-i tapaq.
56 vur x bərabərdir. Y üstə gəl 74'ü 1'ə vuraq. Elə y üstə gəl 74. Buradan da x bərabərdir. Y üstə gəl 74 bölünsün 56. Sonra isə x-i tapdıq. X-in qiymətləri eyni olmalıdır axı. Neyini onları bir-birinə? Bərabər. Onları bir-birinə bərabər eləyirəm. Yazıram ki, deməli x-in qiymətinə bərabər eləyək. Yazıram ki, y üstə gəlinsin 50 böl 50 bərabərdir. Y üstə gəl 74 bölünsün 56'ya. Götürdüm onları bir-birinə bərabər elədim. Ondan sonra neyiniyə? Çarpaz vursaq nisbətən çətin gedə bilər. Amma ağlıma bu yoldan gəldi an olaraq. Amma yenə də yazaq biz, deməli, hər tərəfi 2'yə ixtisar aparaq, heç olmasa. Ya da vuraq da, indi bir dəqiqə gözlüyün zəhmət olmasa, nə yaxşı yer varmış, hə? Heç olmaz. Yazıram 56 vur y. Üstə gəl, 56'nı 50'yə vuram, yazıram 56 vur 50. Bərabər. İndi bunu çarpaz vuram. 50'ni y-ə vuram, 50 vur y. Üstə gəl, 50'ni 74'ə vuram, olur 74 vur 50. Aha, 56 y çıx 50 y bərabər. 74 vur 50 çıx 56 vur 50. 56 y çıx 50 y olur 6 y. Sağ tərəfdən 50'ni ortaq çıxardıram. Qalır 74 çıx 56. Davam edirəm. 6 vur y bərabərdir. 50 vurulsun. 74 çıx 56. O da eləyər. Deməli 14 çıx 6 8. 18. Əla. 18 də 6'ya ixtisar gedir. 3. 50'ni 3'ə vururam. 150. Aha. İndi aparıb y-in yerinə 50 yazaq. Ki x-i tapaq. O da x bərabər. Y-in yerinə daha doğrusu 150 yazırıq. 150 üstə gəl 50 böl 50. 150 üstə gəl 50 200. 200'ü də 50'yə bölürəm. İxtisar gedir 4 qalır. X 4'dür. Deməli tələbə ümumilikdə son imtahanı da nəzərə almışdım. 4 imtahanda iştirak etmişdir. 2023-cü ilin buraxılış imtahanına düşən sualdır. Daha sonra keçirik deməli 27-ci suala. 27-ci suala baxaq. 27-ci sualda deyir ki, 20 nəfərdən ibarət turist qrupunda qadınların yaşlarının ədəd ortası 24'dür. Gəlin belə eləyək. Qadınların yaşlarının ədəd ortası. Yazıram ki, qadınların bunu biz belə eləyək. Qadınların deməli, qabağına sistemdə yazıram. Qadınların yaşları cəmi bütün 20 nəfərdən ibarət turist qrupunda nə qədər qadın varsa, neçə nəfər qadın varsa, yaşları cəmi A olsun. Qadınların yaşları cəmi A olsun. Qadınların sayı da X olsun. X götürdüm ki, X-lə daha rahat. İndi qadınların yaşlarının ədəd ortasını necə taparam? Qadınların yaşlarının ədəd ortasını necə taparam? Qadınların yaşları cəmini qadınların sayına bölərəm. Qadınların yaşlarının cəmini, bütün qadınların yaşları cəmini qadınların sayına bölsəm, yaşları cəmini sayına bölsəm ədəd ortanı taparım. Yəni 24. 24'ün məxrəcində 1 var. Buradan A bərabər 24x. Aha. İndi keçək kişilərə. Eyni metodla yazıram kişilərin yaşları cəmi. Kişilərin yaşları cəmi B olsun. Yaşları cəmi. Kişilərin sayı da Y olsun. İndi kişilərin, testə baxın, kişilərin yaşlarının ədəd ortası 29'dur deyir. Kişilərin yaşlarının ədəd ortasını tapanda kişilərin yaşları cəmini kişilərin sayına bölürəm. Yaşları cəmini kişilərin sayına bölürəm və yaşlarının ədəd ortası 29. 29'a bərabərlə. Məxrəcində bir var, çarpaz vuraq. B-ni 1'ə vur, B bərabər 29 Y-ə vur, 29 Y. Aha. Bu 1, bu 2, indi 3. Bütün turistlərin yaşlarının ədəd ortası isə 26'dır. Bir dəqiqə buna nə oldu? Hə. Bütün turistlərin yaşlarının ədəd ortası. Bütün turistlərin yaşlarının ədəd ortasını tapanda, bütün turistlər deyir artıq.
Qadınların yaşları cəmi ilə kişilərin yaşları cəmini toplayaram. Bütün turistlər dediyinə görə. Həm qadınların yaşlarının cəmi ilə kişilərin yaşları cəmini toplayaram və bütün turistlər deyir 20 nəfərdir, 20-yə bölərəm. X plus Y yazsaq da olar, 20 yazaq da bütün turistlər deyir axı. Bütün turistlərin sayı 20-dir. Deməli, bütün turistlərin yaşlarının ədəd ortasını tapanda, qadınların yaşları cəmi ilə kişilərin yaşları cəmini toplayırıq, bütün turistlərin sayını 20-yə bölürük. O da bərabərdir 26-ya. Aha, buradan biz A-nı tapmışdıq 24x, B-ni tapmışdıq 29y, bərabər 26-nı 20-yə vururam, çarpaz uşaqlar, eləyir 520. Bir də unutmaq olmaz, qadınların sayı ilə x ilə, kişilərin sayı y, toplamı 20-dir. Axı 20 nəfərdən ibarət turist qrupudur. Yəni qadınların sayını, kişilərin sayını toplayanda 20-ni verməlidir. Çünki 20 nəfərdən ibarət turist qrupudur. Bizdən də neçə nəfər qadın var soruşur. Qrupda neçə nəfər qadın var soruşur. Onda x-i soruşur. X-i soruşursa y-i yox eləyək, aşağını mənfi 29-a vuraq. Qabağından yazıram 24x üstə gəl 29y bərabər 520. Mənfi 29x-a vururam, mənfi 29x, mənfi 29y, mənfi, neçə eləyir bu da? 0-ı yazım, mənfi 580. Aha, bu müsbət, bu mənfi gedir, qalır mənfi 5x, mənfi 60, mənfilər də getdi, x 12-dir, deməli 20 nəfərdən ibarət turist qrupunda 12 nəfər qadın var imiş. Bax belə, bu da buraxılış imtahanına ətraflıya düşən məsələdir. Ədəd orta ilə bağlı nisbətən çətin məsələ idi. Çünki 4 dənə dəyişəndən istifadə elədik. Daha sonra keçirəm. 28-ci sual. 28-ci sualda bu ətraflıya düşüb, ətraflılardan asan sualdır. Ətraflılardan o qədər də qorxmaq lazım deyil. Çünki hamısı çətin düşmür. Demək olar ki, əksəriyyəti orta sualları olur. İçində bir sual diqqət tələb eləyir. Aha, şərti oxuyaq, görək nədir? Deyir, cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat verilmişdir. Bu qrupda boyu 170-dən çox olan oğlanların sayını tapın. 170-dən çox, bir dəqiqə, 170-dən çox oğlanların sayı. 170-dən çox oğlanların sayı, yəni 2y bizdən soruşur. 170-dən çox oğlanların sayı. Çox asan bir sual, tənəklər sistemi ilə bağlı bir məsələdir. Boyu 170 cm-dən az olan oğlanlar və qızlar cəmi nə qədərdir? 21. Yazıram ki, y plus 3x bərabərdir 21. Yenə deyirəm, boyu 170 cm-dən az olan oğlanların sayı ilə boyu 170-dən az olan qızların sayı y 3x-dir, cəmi 21-dir. O tərəfdən də yazıram 2y plus x, o da bərabər 17. Bizə y lazımdır. Aşağını mənfi 3-ə vuraq. Yuxarı qalır y üstə gəl 3x bərabər 21. Mənfi 3-ü 2y-ə vururam, mənfi 6y. Mənfi 3x-ə vururam, mənfi 3x. 17-ni mənfi 3-ə vururam, mənfi 51. Müsbət 3x, mənfi 3x gedir, qalır mənfi 5y bərabər mənfi 30. Hər tərəfdən mənfilər atılır, 30-u 5-ə böləm 6. 6 tapan kimi götürmürsünüz, aparıb yerinə qoymaq lazımdır. Ümumiyyətlə, oxumaq lazımdır. Axırıncı cümləni dairə eləmək lazımdır. Səndən nə soruşur? Səndən nə istəyir? Kimi istəyir? Deyir, bu qrupda boyu 170-dən çox olan oğlanlar. 170-dən çox olan oğlanlar 2y qədərdir. 2y, y-dəki 6-dır. Deməli, boyu 170-dən çox olan oğlanlar 12 nəfərdir. Həqiqətən də çox asan bir sual idi. Sonra keçirəm. Deməli 29-cu suala. 29-cu sualda da eyni ilə bu tipli bir sualdır. Yenə də izahını verim. Ehtiyac olan baxar. Deyir, cədvəldə ingilis dili kursunun ümumi biliklər və IELTS qrupunda iştirak edən qız və oğlanların sayı göstərilmişdir. IELTS qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Aha, nə soruşur? Gələrik birinci baxaq. Ümumi biliklər.
ümumi biliklərə baxsaq, oğlanlar 3y, qızlar 6x, toplamı cəmi 90-dır. Yazıram 3y üstəgəl 6x bərabər 90. Bir də sağ tərəfdə alt-üst olanları toplayıram, bərabər eləyirəm 20-yə. Aha, biz buradan aşağını 3'ə vuraq, sonra tərəf-tərəfə çıxarıq. 3y üstəgəl 6x bərabərdir 90. Aşağını 3'ə vururam, 3y üstəgəl 3x bərabərdir 60. Tərəf-tərəfə çıxıram. 6x çıx 3x eləyir 3x. 90 çıx 60 30. X-i tapdım 10. X 10'dursa, uşaqlar görsənir, X 10'dursa, aydındır ki, Y də 10'dur ki, cəm 20 eləsin. 10, 10, 20 eləsin. Demək, Y də 10'dur. Aha. İndi nə deyir? Alt qrupundakı qızların sayı, bir dəqiqə, alt qrupundakı qızların sayı. Alt qrupundakı qızların sayı X-dır, o da 10'dur. Sayı, ümumi biliklər qrupundakı oğlanların sayı. O da Y aparaq yerinə qoyaq ki, ümumi biliklər qrupundakı oğlanların sayını tapaq. Y 10'dur, 13'ə vurun 30. Hə. Deyir, alt qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Alt qrupundakı qızların sayı ümumi biliklər qrupundakı oğlanların sayının hansı hissəsini təşkil edir? Yəni 10, 30'un hansı hissəsini təşkil edir? Necə tapırıq? 10'u 30'a bölüb tapırıq. 10, 30'un hansı hissəsidir? 3'də 1 hissəsini təşkil edir. Ümumiyyətlə, sizə deyəndə ki, A ədədi B ədədinin hansı hissəsidir? A ədədi B ədədinin hansı hissəsidir? Onu necə tapırıq? A-nı B-yə bölüb tapırıq. Birincini ikinciyə bölüb tapırıq. A ədədi B ədədinin hansı hissəsidir? Hansı hissəsini təşkil edir? Necə tapırıq? A-nı B-yə bölüb tapırıq. İndi burada 10 nəfər, 30 nəfərin hansı hissəsidir? 10 nəfəri 30 nəfərə bölüb tapdıq ki, 3'də 1 hissəsini təşkil edir. Daha sonra keçirəm deməli 30-cu suala. 30-cu sualda deyir ki, turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər. Hər gün eyni qədər yazıram. Hər gün eyni qədər. Hər gün x kilometr. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni qədər, yəni hər gün x kilometr qədər məsafə qət etməklə, hər gün eyni qədər, hər gün x kilometr qədər məsafə qət etməklə 18 günə getməli idilər. Hər gün x kilometr yol getsələr, ümumi məsafəni 18 günə getməli idilər. Lakin onlar, plan dəyişir, lakin onlar hər gün əvvəl nəzərdə tutulduğundan x-dan plus 2 kilometr çox gedərək, əvvəl nəzərdə tutulduğundan 2 kilometr, hər gün əvvəlkindən 2 kilometr çox yol gedərək bu məsafəni 15 günə qət etdilər. Buradan nə başa düşürük? Hər gün gedilən yol əvvəlkinə nəzərən, hər gün gedilən yol əvvəlkinə nəzərən 2 kilometr artırsa, bir dəqiqə sildim. Artırsa, ümumi yolun gedilməyinə sərf olunan gün sayı zaman azalır. Hər gün əvvəlkinə nəzərən 2 kilometr daha çox yol gedirlərsə, 2 kilometr də qərbətdir də, bu bir neçə gündə zaman fərqi yaradır. Hər gün əvvəlkinə nəzərən 2 kilometr çox yol gedirlərsə, deməli, yolun gedilməyinə sərf olunan gün sayı neyinir? Azalır. Elə görürsünüz. Əvvəl x kilometr gedəndə, günə x kilometr gedəndə 18 günə gedirdilər. Amma əvvəlkinə nəzərən 2 kilometr gündəlik çox yol gedəndə, deməli, ümumi yolu 15 günə gedirlər. 3 gün qabağa düşürlər də uşaqlar. Ümumi yolun gedilməyinə sərf olunan zaman azalır. Və biri artır, biri azalırsa bu nədir? Tərs mütənasib. Sualı gördünüz, sualı başa düşdünüz. Əla, mükəmməl. Biri artır, biri azalırsa tərs mütənasibdir. Tərs mütənasibdirsə nə edirik? Qabaq-qabağa vururuq. Yəni 18 vur x bərabərdir 15 vurulsun x plus 2. Biri artır, biri azalırsa tərs mütənasibdir. Tərs mütənasibdirsə qarşı-qarşıya vururuq.
Buradan 18x bərabər 15x-a vururam 15x, 15-i 2-yə vururam 30, 3x bərabər 30, x bərabər 10 tapan kimi aparıb cavaba yazmırsınız. Bax, bu sual 2024-cü ildə buraxılış imtahanına ətraflıya düşmüşdü. Mənim 3 şagirdim x-a 10 yazdığına görə 100 bal yox, 96.9 bal gətirmişdilər. Sualı başa düşdünüz, sualı dərk elədiniz, nədən söhbət getdiyini başa düşdünüz, tənasüb qurdunuz, tənlik qurdunuz, həll elədiniz. X-i tapan kimi cavabı aparıb yazmayın. Sevinə-sevinə aparıb yazmayın. Sualın, yenə deyirəm, axırıncı cümləni oxumaq lazımdır. Axırıncı cümləni oxumaq lazımdır. Nə soruşur? Məntəqələr arasındakı məsafəni tapın deyir. Bizim tapdığımız x hər gün gedilən yoldur. Daha dəqiq desək, bir gündə gedilən yoldur. Ümumi yol 10 kilometr olası deyil. Bu 10 kilometr nə qədər yoldur ki, bunu turistlər 18 günə gedir. 10 kilometri bir günə gedirlər bunlar. Yəni, məntəqələr arasındakı məsafə 10 kilometr deyil. Bu bir günə gedilən yoldur 10 kilometr. 10 kilometr bir günə gedilən yoldur. Bir günə 10 kilometr gedirlər. Bəs 18 gün sərf edirlərsə, 10 vur 18, onda bütün yol deməli 180 kilometrdir. Yenə deyirəm, 10 kilometr bir gündə gedilən yoldur. Əgər bütün yola 18 gün sərf edirlərsə, deməli ümumi yol 180 kilometr imiş. Daha sonra keçirəm 30. Birinci tapşırığa. 31'də deyir ki, uzunluğu 260 metr olan boru. Fərz edin ki, bu borudur. Uzunluğu da 260 metrdir. Uzunluğu 260 metr olan boru iki hissəyə bölündü. O demir ki, ortadan bölündü. Hardansa biz bir yerdən bunu biz iki hissəyə bölək. Hardansa biz bunu iki hissəyə bölək. Böldüm buradan. Yəni hökmən ortası demək olmaz. İki hissəyə böldülər. Gəlin bu birinci hissəni x götürək, ikinci hissəni y götürək. Və ümumi 260'dır. Yazaq ki x plus y bərabərdir 260. İki hissəyə bölüblər. Həmin hissələrin uzunluqları cəmi 260 olmalıdır. Sonra deyir ki, birinci hissənin 24%. Birinci hissə x-dir. 24% vur 24 böl 100. Birinci hissənin 24% bərabərdir. Nəyə bərabərdir? İkinci hissənin 54%-nə. Yəni y-in 54% vur 54 böl 100. Birinci hissə x-dir. 24% vur 24% böl 100 bərabərdir. İkinci hissənin y-in 54%-nə. Hər tərəfdən 100'lər getdi. Hər tərəfdən 24 ilə 54 6'ya ixtisar gedir. 24'ü 6'ya bölürəm 4, 54'ü 6'ya bölürəm 9. X-i 4'ə vururam 4x, y-i 9'a vururam 9y. Buradan x bərabər uyğun olaraq 9k, y bərabər uyğun olaraq 4k aparıb yerinə qoyuram. X-a yazıram 9k, y-ə yazıram 4k bərabər 260, 13k 260, k da bərabər 26 13'ə bölünür 2 qalır 20. Cavab da təbii ki 20 olası deyil. Niyə? Çünki oxumaq lazımdır şərti. Oxuyaq görək nə soruşur bizdən. Deyir, böyük hissənin uzunluğunu tapın. Sözsüz ki, böyük hissə 9k'dır. 9k daha böyükdür. K da 20'dir. 9 vur 20 onda 180 metr. Böyük hissənin uzunluğu olar 180 metr. Ondan sonra keçirik deməli 32-ci suala. 32-ci sual mən artıq deməli neçə ildir? Düz 3 ildir ki bu sualın düşməyini gözləyirəm. İnşallah ki düşər. Düşsə bu sual elə rəqəmləri də eyni, ədədləri də eyni düşməlidir. Yəni bunun qoşası düşüb. Düşsə tam-tamına bunun özü düşməlidir. Cavabı da 840'dır. Təbii ki ətraflıya düşür. Deyir, zavoddakı bütün işçilərin 35% qadındır. Bütün işçilər. Faiz məsələsidir. Bütün işçilər deyir, faiz məsələsidirsə, bütün işçilər 100%'dir. 35% qadınlardır. Yazıram qadınlar 35%.
Bütün işçilərin 35% qadınlardır. Əgər 35% qadınlardırsa, onda kişiləri tapaq. Bütün işçilər 100%dir. Bunun 35% qadınlardırsa çıxaq. Bütün işçilər 100%dir, 35% qadınlardır çıxaq. Deməli 65% kişilərdir. Aha. Kişilər qadınlardan 252 nəfər çoxdur. Diqqətli olun. Kişilər qadınlardan 252 nəfər çoxdur. Gəlin biz belə eləyək. Faizlə baxaq görək. Kişilər qadınlardan neçə faiz çoxdur? Görürsünüz. Kişilər 65%, qadınlar 35%. 65% çıx 35% eləyir nə? 30%. Aha. Kişilər, qoy buradan yazın bir dəqiqə. Kişilər 30% çoxdur. Kişilər qadınlardan çıxdım, aradakı fərqi tapdım. 30% çoxdur. Şərtdə deyir ki, kişilər qadınlardan 252 nəfər çoxdur. 30% çoxdur, 252 nəfər çoxdur. Həmin bu 30% aradakı fərq 30% çoxdur. Bu 30% 252 nəfər işçi deməkdir də. Yəni işçilərin 30% 252 nəfərdir. Faizlə kişilər 30% çoxdur. Rəqəmlə 252 nəfər çoxdur. Yəni işçilərin 30% 252 nəfərdir. Bütün işçilər 100%dir. Bütün işçilər X-dir. Bütün işçilər 100%dir. Bütün işçilər X-dir. Orada 30 nəfər çoxdur, axı o 252 nəfəri bildirir uşaqlar. Faizlə gördük ki, kişilər qadınlardan 30% çoxdur. Sayla da 252 nəfər çoxdur. Yəni 30% 252 nəfərə bərabərdir 100% X-ə. Buradan birbaşa yazıram X bərabərdir 252 vurulsun 100 bölünsün 30'a. 0 ilə 0'ın biri gedir. Bu da buna ixtisar gedib 84 qalmalıdır. Cavab əzbər bilirəm. 84 vur 10. Cavab olur 840. Bax böyle bu rəqəmlə də imtihana düşməlidir. İnşallah sizin imtihana düşər. Demək uşaqlar 33-cü sualdan davam edirik. 33-cü sual məhlul məsələsidir. Məhlul məsələlərlə bağlı sizə nə deyim? Baxın, su üstə gəlinsin şəkər. Əgər su ilə şəkəri qatışdırırlarsa, olur şəkər məhlulu. Sonra su ilə duzu qatışdırırlarsa, olur duz məhlulu. Daha sonra su ilə spirti qarışdırırlarsa, bu da olur deməli spirt məhlulu. Yəni demək istəyirəm ki, istəyir şəkər məhlulu, istəyir duz məhlulu, istəyir spirt məhlulu. Bunların hamısının tərkibində su var. Suyun özünə ayrılıqda məhlul demirik. Su özü ayrılıqda məhlul deyil. Su ilə şəkəri qatışdırsan olur şəkər məhlulu. Su ilə duzu qatanda olur duz məhlulu. Su ilə spirti qatanda olur spirt məhlulu. İndi suala qayıtsaq, sualda deməli 3 dənə qabdan danışır. 3 qabdakı məhluldan danışır. Bircə dəqiqə. 3 qabdakı məhluldan danışır. Birinci qaba baxaq. Birinci qabda deməli diaqramda veribdir. Birinci qabda deməli duz, üzr istəyirəm şəkər. Şəkər deməli 20 qramdır. 20 qram şəkər var. 20 qram şəkər var. Və 40 qram da su var. Birinci qabda 20 qram şəkər, 40 qram da su var. Onda birinci qab haqqında nə deyə bilərik? Birinci qabda deyə bilərik ki, toplam, ikisinin toplam qarışığına məhlul deyirik. Birinci qabda 60 qram məhlul var. Şəkər məhlulu var. Suya ayrılıqda, təklikdə məhlul demirik və ya şəkərə ayrılıqda, təklikdə məhlul demirik. Şəkərlə suyun qarışığına deyirik şəkər məhlulu. Birinci qabda 60 qram məhlul var. Sonra keçirəm ikinci qaba. İkinci qab. İkinci qabda deməli ikinci qaba baxaq. İkinci qabda 10 qram deməli 10 qram şəkər var və 30 qramda su var. Onda ikinci qab haqqında nə deyə bilərik? İkinci qabda da 40 qram topladım. 40 qram şəkər məhlulu var. Sonra keçirəm üçüncü qaba. Üçüncü qabda deməli, üçüncü qaba baxaq. Diaqramda baxırsınız. Üçüncü qabda 40 qram deməli 40 qram şəkər
40 qram şəkər və 60 qramda, 3-cü qaba baxırdıqda 60 qramda su var. Onda toplam nə deyərik 3-cü qab haqqında? 3-cü qabda 100 qram şəkər məhlulu var. İndi sualın şərtinə qayıdıram. Sualın şərtində deyir ki, bu məhlulları qarışdırdıqda, məhlulları qarışdırırlarsa, onların kütlələri toplanır. Kütlələrini toplayırıq. Yəni 60 qram məhlul üstəgəl 40 qram məhlul üstəgəl 100 qram məhlul. Məhlulları qarışdıranda kütlələr toplanır və 200 qram artıq yeni məhlul alınır. Təbii ki, yeni məhlul da özü 100%'dir. Deyir, məhlulları qarışdıqda alınan məhlulda şəkərin faizini tapın. Şəkərin faizinə də x yazaq və şəkərin faizini soruşur. Onda şəkərləri toplayaq və qabağından faizini yazaq. Şəkər 20, üstəgəl 10, üstəgəl 40. Şəkər də toplamı eləyir 70 qram şəkər. Onsuz da demək olar ki, heç vaxt sualda suyun faizini soruşmur. Şəkər məhlulsa şəkərin faizini soruşur. Duz məhlulsa duzun faizini soruşur. Spirt məhlulsa spirtin faizini soruşur. İndi qarışdıranda kütlələr toplandı. Ümumi 200 qram yeni məhlul var. Ümumi məhlul 100%'dir. Tərkibindəki 70 qram şəkər də x%'dir. Buradan tənasübü həll eləyib cavabı tapırıq. Yəni birbaşa yazıram x bərabərdir 70'i 100'a vururuq və 200'ə bölürük. 200 də 100'ə ixtisar gedir 2. 70'i də 2'yə bölürəm 35%. Deməli bu 3 məhlulu qarışdırdıqda alınan yeni məhlulda şəkərin faizi 35%'ə bərabərdir. Daha sonra keçirəm deməli 34-cü suala. 34-cü sual da buraxılış imtahanına ətraflıya düşən sualdır. Bir dəqiqə cədvəli gətirim. Rahat olsun izah eləmək. Aha. Deyir ki, məhluldakı A, B, C, D maddələrinin, onda A, B, C, D maddələrinin 4'ünün cəmi məhlulu verir bizə. 4'ünün kütlələri cəmi, 4'ünün qarşığı. Hə, məhluldakı A, B, C, D maddələrinin kütləsi və məhlulun neçə faizini təşkil etdikləri haqqında məlumat cədvəldə verilmişdir. Məhluldakı A və B kütlələrinin A və B maddələrinin kütlələri bərabər olub. Məhluldakı A və B maddələrinin kütlələri bərabərdir. Bərabərdir deyə x yazıram. Məhluldakı A və B maddələrinin kütlələri bərabər olub, x yazıram. Bərabər olub. A və B maddələrinin kütlələri bərabər olub. D maddəsinin kütləsindən 10 qram çoxdur. A ilə B-nin kütləsi bərabərdir və D maddəsindən 10 qram çoxdur. Onda D maddəsi bunlardan, yəni A-dan B-dən 10 qram azdır. A ilə B-nin kütləsi bərabərdir. D-dən 10 qram çoxdur. Onda D-nin kütləsi onların kütləsindən nədir? 10 qram azdır. Deyir, A maddəsinin kütləsini tapın, yəni şərtdə x-i tapın deyir. Gəlin belə eləyək. Təbii ki, tənasüblə getsə daha rahat olar. Gəlin belə eləyək. Hamısını toplayaq. X, üstəgəl x, üstəgəl 80, üstəgəl y çıxıq 10. Bayaq da toplamışdıq, düzdür? 100% götürmüşdük. İndi 4 maddəni toplayıram. O da x-lar toplanır. 3x üstəgəl 80 çıxonda 70. Deməli 4 maddənin kütləsini topladım. Alındı bir məhlul. 4 maddənin qarşılığından yeni bir məhlul alındı. Yeni məhlul 100%. 4'ünün qarşılığından əmələ gələn məhlul 100%. Aha. İndi baxaq. D maddəsinin kütləsi y çıxondur. Və o da məhlulun 20%'dir. 4'ünün toplamı, 4'ünün qarşılığı 100%'dir. D maddəsi isə məhlulun cəmi 20%'dir. Buradan 120'yə ixtisar gedir 5. 5'i çarpaz vururam. 5 y çıx 50. Burada ixtisardan sonra 1 qalmışdı. 3x üstəgəl 70'i 1'ə vuraq. 3x üstəgəl 70. Birbaşa 2x bərabər 120. X ilə bərabər 60 tapırıq. Elə bizdən nə soruşurdu oxumaq lazımdır? A maddəsinin kütləsini soruşurdu. A maddəsinin kütləsini biz x götürmüşdük. Və x-i da 60 tapdıq. Onda A maddəsinin kütləsi 60'a bərabərdir. Daha sonra keçirəm deməli
35-ci suala. 35-ci sualda gözləyin, diaqramı gətirim. Aha. Deməli, diaqramda A, B və C məktəblərindən ekskursiyada iştirak etmiş şagirdlərin sayı verilmişdir. Aha. Deyir, M, N və K uyğun olaraq A, B və C məktəblərindən ekskursiyada iştirak etmiş oğlanların sayının bu üç məktəbdən ekskursiyada iştirak etmiş şagirdlərin sayına faiz nisbətidir. Aha. Orada bir şey başa düşdüm ki, bu üç məktəbdən ekskursiyada iştirak etmiş şagirdlərin sayını tapmaq lazımdır. Onda belə eləyək. A məktəbindən ekskursiyada iştirak edən oğlan, qız hamısını toplayaq. Deməli, 10 nəfər oğlan, 6 nəfər də qız. Bu A məktəbi. Üstə gəlinsin. B məktəbindən 8 nəfər oğlan, 2 nəfər də qız ekskursiyada iştirak edib, üstə gəlinsin. C məktəbindən 4 nəfər oğlan ekskursiyada iştirak edib, 10 nəfər də qız. Hamısını toplayaq. 16, 10, 16, 10, bu da 14. Toplam eləməlidir 40. Deməli, bu üç məktəbdən ekskursiyada iştirak etmiş şagirdlərin sayı 40 nəfərdir. İndi M, N, K uyğun olaraq nədir? M bərabər. M nədir? Uyğun olaraq, yəni ardıcıl olaraq. M nədir? A məktəbindən ekskursiyada iştirak etmiş oğlanların sayının bu üç məktəbdən ekskursiyada iştirak etmiş şagirdlərin sayına faiz nisbətidir. M nədir? A məktəbindən ekskursiyada iştirak etmiş oğlanların 10 nəfərin bu üç məktəbdən ekskursiyada iştirak etmiş bütün şagirdlərin sayına faiz nisbəti. Faiz nisbəti deyirsə bölüb 100'ə vururuq. Nisbət desə sadəcə bölərdik. Faiz nisbəti deyirsə 100%-ə də vururuq ki, faiz nisbətini tapaq. Deməli, M-i tapmaq üçün nə edirik? A məktəbindən ekskursiyada iştirak etmiş oğlanların sayının bu üç məktəbdən ekskursiyada iştirak etmiş bütün şagirdlərin sayına bölüb vururuq 100'ə ki, faiz nisbətini tapaq. Sıfırlar gedir, %4'ə gedir, 25 qalır. Aha. Eyni ilə N nədir? N nədir? B məktəbindən ekskursiyada iştirak etmiş oğlanların 8'in 40'a faiz nisbəti. 8 böl 40 vur 100%. 48'ə gedir 5 qalır. %5'ə gedir 20. Yəni 20 tapırıq. Bəs K nə idi? K nədir? Uyğun olaraq, ardıcıl olaraq K nədir? C məktəbindən ekskursiyada iştirak etmiş oğlanların sayının bu üç məktəbdən ekskursiyada iştirak etmiş bütün şagirdlərin sayına faiz nisbətidir. Bu da cavab eləyir 10. Aha, bizdən M üstə gəl N, çıx K-nı soruşur. Aydındır ki, M 25'dir, N 20'dir, K da 10'dur. Cavab da eləyir, deməli 35. Yekun cavab 35 tapırıq. Ondan sonra keçirik deməli 36-cı suala. 36-cı sualda deməli qrafikim gətirin bircə dəqiqə. Deyir ki, həcmi 45 kub metr olan hovuzun 18 dəqiqə ərzində su ilə doldurulması qrafiki göstərilmişdir. 18 dəqiqə ərzində həcmi 45 kub metr olan hovuz 18 dəqiqə ərzində tam dolur. Suyun axma sürətinin ən kiçik olduğu zaman aralığında hovuzun neçə faizi dolmuşdur? Aha. Suyun axma sürəti deyir. Əsas məqam burada budur. Suyun axma sürətini tapmalıyıq. Özü ən kiçik olduğu zaman aralığını tapmalıyıq. Biz baxaq. Hovuzu doldurmağa başlayanda bir dəqiqə. Hovuzu doldurmağa başlayanda ilk 8 dəqiqə ərzində hovuzun 9 kub metri dolur. İlk 8 dəqiqə ərzində. Fikir verin, qrafik bir istiqamət formasında getmir. Yəni, üzr istəyirəm, burada uyğunsuz oldu. Hə. Yəni, daim eyni sürətlə suyun axma sürəti eyni deyil də. Fikir verin, qrafik əyilir, sonra yenə əyilir. Yəni, suyun axma sürəti hər dəqiqə ərzində eyni deyil.
Deməli, ilk 8 dəqiqə ərzində hovuzun, burada yazaq tənasüb qururam, ilk 8 dəqiqə ərzində hovuza 9 kub metr su yığılıb. Hovuzun 9 kub metri dolub ilk 8 dəqiqə ərzində. Baxaq görək ki, burada ilk 8 dəqiqədə hovuza 9 kub metr su yığılıbsa, görək 1 dəqiqədə hovuza nə qədər su dolub? 1 dəqiqəni tapaq. Buradan 8 vur x bərabər 9'u 1'ə vururam 9. X bərabər 9 bölünsün 8. O da 1,8'də 1. Biz bununla ilk 8 dəqiqədə hovuza axan suyun sürətini tapdıq. Yəni 8 dəqiqəyə hovuza 9 kub metr su dolursa, 1 dəqiqədə 1,8'də 1 kub metr su dolur. Yəni dəqiqədə sürəti bu qədərdir. 1 dəqiqədə nə qədər su dolursa, o onun sürətini bildirir. Aha. Bu ilk 8 dəqiqədə olan suyun axma sürətidir. Bu bir. Sonra keçək ikinci. İkinci. Baxırıq ki, burada artıq suyun axma sürəti dəyişir. Fikir verin, qrafik əyilir. Burada nə olur? Burada nə baş verir? Artıq 12-ci dəqiqəyə qədər, 8-ci dəqiqədən 12-ci dəqiqəyə qədər suyun axma sürəti dəyişəcək. Deməli, ilk 8 dəqiqəni çıxmalıyıq. Burada nə qədər zaman keçib? 4 dəqiqə. İlk 8 dəqiqədə suyun sürətini tapmışıq bayaq. Budur. İndi 8-ci dəqiqədən 12-ci dəqiqədə suyun axma sürəti dəyişir. Və bu 4 dəqiqədə görə hovuza nə qədər su axır? İlk 8 dəqiqəni uşaqlar, ona görə çıxdım ki, ilk 8 dəqiqədə suyun axma sürətini biz tapmışdıq. 8 dəqiqədən 12 dəqiqə keçəndə suyun axma sürəti artıq dəyişir. Görürsünüz, qrafikdə əyilibdir. Deməli, 4 dəqiqədə hovuzdakı su 9'dan 30'a qalxır. 9 kubdan 30 kuba qalxır. O da 30 çıx 9, 21. Deməli, 8 dəqiqədən 12-ci dəqiqəyə qədər keçən zaman ərzində, yəni 4 dəqiqə ərzində hovuza 21 kub metr su yığılıb. 4 dəqiqə 21 kub su yığıldı. Yəqin ki, suyun axma sürəti çoxdur ki, su gür gəlir. Su axma sürəti böyükdür ki, 4 dəqiqə 21 kub su gəldi, yığıldı hovuza. Yenə 1 dəqiqə ilə tapaq. 1 dəqiqəni y götürək. Buradan 4 vur y bərabər 21'i 1'ə vururam, üzr istəyirəm, 21. Y bərabər 21'i 4'ə bölən 5,4'də 1. Artıq burada suyun axma sürəti 5,4'də 1 olub. 5,4'də 1 olub. Əvvəl ilk 8 dəqiqədə cəmi 1,8'də 1 kub gedirdi. 1,8'də 1 kub metr su gedirdi hər dəqiqədə. Suyun axma sürəti 1,8'də 1 idi. Amma sonra keçən 4 dəqiqə ərzində hər dəqiqəsində hovuza 5,4'də 1 kub su gedib. Baxın, ikinci halda suyun axma sürəti daha böyükdür burada, daha böyükdür. Sonra keçək üçüncüyə. Üçüncü. İndi üçüncüdə nə baş verir? Üçüncüyə baxaq. 12-ci dəqiqədən 18-ci dəqiqəyə qədər keçən zaman ərzində, yəni 18 çıx 12, 6 dəqiqə ərzində, 12-ci dəqiqədən 18-ci dəqiqəyə qədər 6 dəqiqə ərzində hovuzdakı su 30'dan 45'ə qalxır. 12-ci dəqiqəyə qədər 30 kub dolmuşdu onsuzda. 18-ci dəqiqəyə qədər 30'dan qalxdı 45'ə. Deməli, 30-cu dəqiqədən 15-ci dəqiqəyə qədər keçən zaman ərzində hovuza 15 kub su gəlib, su yığılıb, su axıb. Yenə 1 dəqiqə ilə tapaq ki, suyun axma sürətini tapaq. Bunu da z götürürəm. Buradan da z bərabərdir, 6z, üzr istəyirəm. 6 vur z bərabərdir, 15 vur 1, o da 15'dir. Buradan z bərabər 15 böl 6 eləyir, deməli 2,5. Aha. Deməli, suyun axma sürəti 1 dəqiqə ilə ölçsək, burada dəqiqə ilə verib ona görə, suyun axma sürətinin ən kiçik olduğu zaman ilk 8 dəqiqədir. Çünki ilk 8 dəqiqədə hər dəqiqəsində hovuza 1,8'də 1 kub su gedib. O birlərində birində 5 gedib, birində
2,5 kub gedib. Amma ilk 8 dəqiqədə 1,8-də 1 kub su gedib. O birində 5'dir, bu birində 2'dir. Amma burada 1 tam, yəni az. Suyun axma sürəti ilk 8 dəqiqədə daha az olub. Şərtdə deyir ki, suyun axma sürətinin ən kiçik olduğu zaman aralığında hovuzun neçə faizi dolmuşdu? Hovuz, belə eləyək də uşaqlar, yeni sətr açmayın. Hovuz ümumi 45'dir. Ümumi 100%'dir. Hovuzun neçə faizi dolmuşdu? Suyun axma sürətinin ən kiçik olduğu zaman aralığında. Suyun axma sürəti ilk 8 dəqiqədə suyun axma sürəti ən kiçik olub. Onda 9 kubu dolmuşdu. Bəs neçə faizi dolmuşdu? X faizi. Bu tənasübü də həll eləsəz, X-i taparsınız, birbaşa yazıram 20%. Bax, imtahanda da ətraflıya düşdüyünə görə bunu bax bu şəkildə araşdırıb yazmaq lazımdır. Ən azından heç olmasa bir cümlə yazmaq lazımdır ki, suyun axma sürətinin ən kiçik olduğu zaman aralığı hovuzun dolmağa başladığı ilk 8 dəqiqədə olubdu. Bəs onda hovuzun neçə kubu dolmuşdu? 9 kubu. Faizinə neçə faizi dolmuşdu? 20% dolmuşdu. Bax belə cavab olur 20%. Demək uşaqlar 37-ci suala keçək. 37-ci sualda deyir ki, su damlasının suya düşməsi nəticəsində radiusu eyni ədəd qədər artan, eyni ədəd qədər artırsa nədir bu? Ədədi silsilə. Eyni qədər artma və ya eyni qədər azalma varsa ədədi silsilədir. Eyni dəfə artsaydı və ya eyni dəfə azalsaydı, bu artıq həndəsi silsilədir. Deyir, su damlasının suya düşməsi nəticəsində radiusu eyni ədəd qədər artan konsentrik çevrələr əmələ gəlir. Yəni, bir-birinin daxilində olan çevrələr əmələ gəlir. Eyni ədəd qədər artmadsa, ədədi silsilədir. 3-cü və 5-ci çevrələrin uzunluqları cəmi 36 pidir. Eyni ədəd qədər artmad deyə ədədi silsilədir. 3-cü çevrənin uzunluğunu ədədi silsilə deyə A3 götürək. 5-ci çevrənin uzunluğunu isə A5 götürək. 3-cü və 5-ci çevrələrin uzunluqları cəmi 36 pidir. 36 pi. Sonra deyir ki, 2-ci və 7-ci çevrələrin uzunluqları cəmi isə 40 pidir. Aha, damlanın yaratdığı, su damlasının yaratdığı birinci çevrənin uzunluğunu tapın deyir. O da A1 yazaq. A3 burada 3-cü çevrənin uzunluğudur. A5 5-ci çevrənin uzunluğudur. A2 su damlasının yaratdığı ikinci çevrənin uzunluğudur. A7 su damlasının yaratdığı 7-ci çevrənin uzunluğudur. A1 nədir? Su damlasının yaratdığı birinci çevrənin uzunluğu. Ədədi silsilə. A3'ü yazıram A1 üstəgəl 2'dir. A5'i yazıram A1 üstəgəl 4'dir. Bərabərdir 36 piyə. A2'ni yazıram A1 üstəgəl 1'dir. A7'ni yazıram A1 üstəgəl 6'dir. Bərabərdir 40 piyə. Davam edirəm. A1, A1 toplayıram 2A1. 2D üstəgəl 4D, 6D. Bərabərdir 36 piyə. A1, A1 aşağıda olur 2A1. 1D üstəgəl 6D olur 7D. Bərabərdir 40 piyə. Sonra tərəf-tərəfə çıxıram. Aşağıdan yuxarı çıxar ki, mənfi alınması rahat olsun. 2A1 çıx 2A1 sıfıra gedir. 7D çıx 6D. 7D çıx 6D olur D. 40 pi çıx 36 pi 4 pi. Mən D-ni tapdım. Və salam aparaq D-ni yerinə qoyaq A1-i tapaq da. 2A1 üstəgəl. D-nin yerinə 4 pi qoysaq 6-nı 4 piyə vur. 6-nı 4 piyə vur. 24 pi. Bərabər 36 pi. 2A1 bərabər 36 pi çıx 24 pi. Deməli 12 pi. A1 də bərabərdir 12-ni 2-yə böl 6 pi. Onda birinci damlanın yaratdığı birinci çevrənin uzunluğu 6 piyə bərabər olar. Daha sonra keçirəm deməli 38-ə. 38-də deyir ki, yeni il üçün hazırlanmış şam ağacının budaqları, bir dəqiqə fərz eləyək ki, deyək ki, bu şam ağacıdır. Aha, yeni il üçün hazırlanmış şam ağacıdır.
Yeni il üçün hazırlanmış şam ağacının budaqları mərtəbələr şəklində düzülmüş və bu mərtəbələr yuxarıdan aşağıya doğru yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Diqqətli olun, çox uşaq burada səhv eləyir. Yuxarıdan aşağıya doğru şam ağacının budaqları mərtəbələr şəklində düzülmüşdür. Mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnmişdir. Aha. Mərtəbələrdəki budaqların sayı nömrələndiyi ardıcıllıqla ədədi silsilə əmələ gətirir. Əla. Özü deyir də ədədi silsilə əmələ gətirir. Onda budaqların sayı ədədi silsilə əmələ gətirirsə, ikinci və 8-ci mərtəbələrdəki budaqların sayları cəmi 18-dir. Yazıram ki, A2 ədədi silsilə əmələ gətirir axı. 8-ci mərtəbədəki budaqların sayı A8, 2-ci və 8-ci mərtəbələrdəki budaqların sayları cəmi 18-ə bərabərdir. 9-cu A9 və 5-ci A5, 9-cu və 5-ci mərtəbələrdəki budaqların sayları fərqi də 8-ə bərabərdir. Ən alt mərtəbədəki, bax çox uşaq burada səhv eləmişdi bu sual imtahana düşəndə. Ən alt mərtəbədəki budaqların sayını tapın. Ən alt mərtəbədəki budaqların sayı A9-dur. Ən alt mərtəbədəki budaqların sayı A9-dur. Çünki budaqlar, daha doğrusu mərtəbələr yuxarıdan aşağıya doğru 1-dən 9-a qədər nömrələnib. Yuxarıdan aşağıya doğru. Ən alt mərtəbəni istəyir. Ən alt mərtəbədəki budaqların sayı A9-dur. Ən alt mərtəbə yuxarıdan aşağı nömrələnib ona görə. Burada nə edək? Gəlin buna düstur tətbiq edək. D bərabərdir. A9 çıxılsın A5 bölünsün 9 çıx 5. 9 çıx 5 4'dür. A9 çıx A5'də 8'dir. Şərtdə verib. 8 böl 4 2. Deməli D 2'dir. D 2'dir. İndi yuxarıdakını aşağı gətirim, açaq onu. A2'ni yazıram A1 üstə gəldi. A8'i yazıram A1 üstə gəl 7'dir. Bərabər 18 verib. A1 olur 2A1. D üstə gəl 7'dir, 8'dir. Bərabərdir 18. Gətirək D-yə 2 qoyaq. 2A1. D-yə 2 qoyduq. 2'ni 8'ə vur 16. Bərabər 18. 18 çıx 16. 2. 2'lər getdi. A1 1. A1 1'dirsə, bilirsiniz uşaqlar, ən alt mərtəbədəki budaqların sayı necə 1 ola bilər? Yəni hamımız belə deyək də yeni il üçün hazırlanmış yolka görmüşük də. Ən alt mərtəbədə necə bir budaq? Bu bir budaqdırsa bu nətər yolkadır? Buna biz necə yolka deyək? Yəni yolkanın aşağısında budaq sayı çox olur da, düzdür? Yəni bir cavabını hansı məntiqlə biz götürüb cavaba yaza bilərik? Bildiniz mi? Bir tapıb o cavaba yazmaq lazım deyil axı. Ən alt mərtəbədəki budaqların sayı deyir. O da A9'dur. A9 da nə deməkdir? A1 üstə gəl 8'dir. A1 1'dir. D da deməli 2 idi. 16, 17. Ən alt mərtəbədə 17 budaq ola bilər. Bu normaldır. Bax, inanırsınız A1 tapıb 1 yazıb elə burada dayanıb. Bunu yazdığına görə 100 balı əldən verən uşaqlar olub. Diqqətli olmaq lazım. Axırıncı cümlədə nə deyir? Oxumaq lazımdır. Daha sonra keçirəm 39-cu suala. Bir dəqiqə yeni səhifə açılsın. 39. 39'da deyir ki, aha. 39'da deyir ki, Euler-Venn diaqramında A və B çoxluqları uyğun olaraq artan ədədi və həndəsi silsilələrin bir neçə həddi göstərilmişdir. Euler-Venn diaqramında A və B çoxluqları ilə uyğun olaraq, yəni ardıcıl olaraq ada artan ədədi silsilənin bir neçə həddi göstərilmişdir. B-də isə uyğun olaraq həndəsi silsilənin, B çoxluğunda isə həndəsi
silsilənin, həndəsi silsilənin bir neçə həddi göstərilmişdir. Əla. Sonra deyir ki, bu çoxluqların ortaq elementləri verilmiş silsilələrin ilk həddidir. Nə yaxşı? Bu çoxluqların ortaq elementlər hansılardır? 16 ilə 24. 16 ilə 24 ortaq elementlər verilmiş silsilələrin ilk həddidir. Yəni 16 ilə 24 ədədi silsiləyə görə 16 ilə 24 ədədi silsiləyə görə A1 ilə A2-dir. Çünki ilk hədlərdir deyir. Ədədi silsiləyə görə A1 ilə A2-dir. Həndəsi silsiləyə görə isə B1 ilə B2-dir. Ortaq elementlər bu silsilələrin ilk hədləridir. Bu silsilələrin, verilmiş silsilələrin ilk hədləridir. Onda ədədi silsiləyə görə 16 ilə 24, üzr istəyirəm, səhv yazmışam, 16 ilə 24 ədədi silsiləyə görə ilk hədlərdir, A1 ilə A2-dir. Həndəsi silsiləyə görə isə B1 ilə B2-dir. Aha, onda biz buradan D-ni tapaq. D bərabər A2 çıx A1. Onda D bərabər 24 çıx 16. D-ni 8 tapdım. A1 var, D var. Həndəsi silsiləyə görə Q-nu tapaq. Q-nu tapanda B2-ni B1-ə bölürük. 24 böl 16. 8-ə gedir 2, 8-ə gedir 3. Qalır 3 böl 2, deməli B1 var, Q-nu da tapdım. Görə indi bizə nə deyir, nə istəyir? Aha, deyir A7 bərabərdir M-ə. Nə yaxşı, A7-ni açaq da. A7-ni açaq, nə tapsaq M-i tapmış hesab olunur. A7 nə deməkdir? A1 üstəgəl 6-dir. Bərabərdir M-ə. M də bərabər. A1 nə idi? 16, gətirib yerinə qoyuram. D nə idi uşaqlar? 8. M bərabər 16 üstəgəl 6-nı 8-ə vur 48. 48 üstə 16 gəl 64. Onda M 64-dür. Sonra şərtə baxıram. Şərtdə görürsünüz. B5 bərabərdir N-ə. B5 bərabərdir N-ə. Onda B5-i açaq. B5 nə idi? B1 vurulsun. Q üstü 4 bərabərdir N-ə. N də bərabər. B1 var bizdə 16 yerinə qoyuram. Q 2-də 3-dür. 2-də 3-ü 4-ə yüksəldir. Birbaşa yazıram. Ya da yazaq da 2-də 3 üstü 4. Aha 16 vur. 2-də 3 üstü 4 eləyir. 2 üstü 4 eləyir. Deməli 16. 3 üstü 4 də 81. Oldu 81. Deməli N də 81-dir. Bizdən bunların cəmini istəyir. M-lə N-in cəmini istəyir. M 64-dür. N 81-dir. Bizdən cəmlərini istəyir. Cavab olur 145. Çox asan sual idi. Sadəcə dərk etmək lazımdır ki, ortaq elementlər bu silsilələrin ilk həddidir. İlk iki həddidir. Yəni 16 ilə 24 ədədi silsiləyə görə ilk iki həddi A1 ilə A2-dir. 16 ilə 24 həndəsi silsiləyə görə ilk iki həddi B1 ilə B2-dir. Qalanı da asan dedim. Ondan sonra keçirəm deməli 41-ci sual. 41-ci sualda deyir ki, bir məktəbin bütün müəllim kollektivinin 1/4-ü Şuşaya, 5/4-ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi. Bu kollektivdə neçə müəllim var? Kollektivdə neçə müəllim var? Yazaq ki, müəllimlərin sayı. Müəllimlərin sayı x olsun. Və təbii ki, çoxluqla bağlı sualdır. Eyler-Venn diaqramı ilə həll eləməliyik. Orada Şuşaya gedən müəllimlərdən danışılır. Bir də Xankəndiyə gedən müəllimlərdən danışılır. Deyir ki, bir məktəbin bütün müəllim kollektivindən 1/4-ü Şuşaya. 1/4-ü Şuşaya deyən ki, uşaqlar gətirib bura 1/4 x yazmayın. Demir ki, yalnız 1/4 Şuşaya. Ümumiyyətlə Şuşaya gedənlər 1/4 x-dir. Bax bu. Bu dairənin içi 4/1 x-dir. Tez gətirib bura 4/1 x yazmayın. 4/1 Şuşaya gedib. Yəni Şuşaya gedən ümumi müəllim sayı 4/1 x-dir. Xankəndiyə gedən ümumi müəllim sayı isə, ümumi Xankəndinin içində bu da var da, bu hissə. Xankəndiyə gedən müəllim sayı da 5/4 x-dir. Hə, ikisi isə hər iki şəhərə səfər etdi. Onda 2-ni yazaq ortaya. İkisi hər iki şəhərə səfər etdi. İndi
Şuşaya gedən müəllimlər ümumi 4-1 x-dir. Düzdür, qoy buradan yazım. Şuşaya deməli səfər edən müəllimlər bütün müəllimlərin 4-1 hissəsidir. 4-1 x. Xankəndiyə gedən Xankəndiyə gedən müəllimlər isə bütün müəllimlərin 5-4 hissəsidir. 5-4 x. Şuşaya ümumilikdə 4-1 x qədər müəllim gedibsə, ümumi bunun ikisi ortaqdır. İkisini çıxsaq, qalır 4-1 2 bu hissəyə. Yəni, yalnız Şuşaya gedənlər 4-1 2 qədərdir. Xankəndiyə də yazacağıq ki, 5-4 x 2. Aha, çıx 2. Və sonra nə edəyək? Yalnız Şuşaya gedən müəllimlərin sayı, yalnız Xankəndiyə gedən müəllimlərin sayı, hər iki şəhərə səfər edən müəllimlərin sayı, hamısını toplayaq, ümumi müəllim sayına bərabər eləyək. Yazıram 4-1 2, üstə gəl 2, üstə gəl 5-4 2, o da bərabərdir x-a. Aha, mənfi 2, müsbət 2 getdi. Yazıram 4-1 x, üstə gəl 5-4 x. Bərabər x plus 2 yazaq. Olsun belə. Hər tərəfi 20-yə vuraq, kəsirdən azad eləyək. Bunu 20-yə vursaq, 24-ə ixtisar gedir 5x. 25'e ixtisar gedir 4-4'ü 4'e vururam 16x. 20'ni x'a vururam 20x. 20'ni 2'ye vururam 40. Toplasaz eləyir 41x. Çıx bir də 21x üzr istəyirəm. 21x olmalıydı. 21x çıx 20x bərabərdir 40. Buradan da x bərabərdir 40 tapırıq. Deməli bu kollektivdə ümumilikdə 40 nəfər müəllim var. Daha sonra keçirəm elə 41-ci suala. 40-ın cavabı ilə 40 imiş. Təsadüfə bax. 40-da bir dəqiqə. Aha. Deyir ki, Euler-Venn diaqramında bir məktəbdə fəaliyyət göstərən dərnəklərdə Euler-Venn diaqramında bir məktəbdə fəaliyyət göstərən dərnəklərdə iştirak edən şagirdlərin sayı göstərilmişdir. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı tarix dərnəyindəkilərin sayından 1,5 dəfə çoxdur. Gəlin belə eləyək. Yazaq riyaziyyat. Yazaq tarix. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı. Baxın hamısı. 26'nı götürməyin. 26 götürməyin. Yəni təkcə 26'nı götürməyin. 26 yalnız riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayıdır. Ümumi riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı. Ümumi riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı 26 plus 15 plus 12 plus 7. Bax bu 4 dənə ədədi toplasaq riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayını taparıq. 26 üstə gəl 15 eləyir 41. 41 üstə gəl 12. Neçə eləyir? 53, 60. Riyaziyyat dərnəyində iştirak edən şagirdlərin sayı 60'dır. İndi tarixə gələk. Tarix dərnəyi deyirsə, tarix dairəsinin içinə baxaq. Nə qədər var? Hamısını götürək. Tarix dərnəyində iştirak edən şagirdlərin sayı. 15, üstə gəl 12, üstə gəl 11, üstə gəl x. Eləyir x plus, deməli 15 üstə gəl 12, 27, 38. İndi deyir ki, riyaziyyat tarixdən 1,5 dəfə çoxdur. 1,5 dəfə çoxdur. Şərti oxusaz görərsiniz. Riyaziyyat tarixdən 1,5 dəfə çoxdur. Onda riyaziyyat tarixdən 1,5 dəfə çoxdursa, tarixdən 1,5 dəfə çoxdur. Tarixi vur 1,5'ə ki, riyaziyyatı alasan da. Tarixdə iştirak edən şagirdlərin sayını 1,5'ə vururuq ki, riyaziyyata çatsın, riyaziyyata bərabər olsun. Buradan x plus 38 vur. 1,5 nə deməkdir? 3 bölü 2. 3'ü 2'yə böləndə 1,5 eləyər də. 63'ə ixtisar gedir 20. X plus 38 bərabər çarpaz 2'ni 20'yə vururam. 40. X'ı 2 tapıram. Əla. Bu 1. Bu bizim birinci tənliyimiz. İkinci nədir? Tarix və ya, şərtə baxın, tarix və ya fizika dərnəklərində 74 şagird iştirak edir. Qoy yazım onu mən özüm də. Bir dəqiqə. Nə deyir orada?
tarix veya ne deməkdir? Toplayırıq, düzdür? Veya varsa toplayırıq. Tarix veya fiska dərnəklərində bərabərdir cəmi 74 şagird iştirak edir. Tarix veya fiska dərnəklərində, yəni elə şagird var tarixdə ya da fiskada ya da hər ikisində toplam 74 şagird iştirak edir. Aha, veya varsa toplayırıq, düzdür? İndi tarixə gələk. Tarix x2 tapmışam. 2 plus 38 tarix 40'dır. Tarix 40'dır. X2 tapmışam. 38 üstə gəlir ki 40'dır. Tarix 40'dır. Veya varsa toplayırıq. İndi ay uşaqlar fiskanı toplayanda eyni adamları 2 dəfə saymaq olmaz. Biz bu tarixə baxın, zəhmət olmasa tarix diaqramı içinə. Bu tarixin içində biz 12 ilə 11'i toplamışıq tarix dairəsinin içində. Ona görə də fiskanı toplayanda 12 ilə 11'i toplamışıq, 40'ın içində var. Onda sadəcə 7 ilə y-i yazaq. Bərabərdir 74. Ümid edirəm, başa düşdünüz. 40 nəfərin içində 12 ilə 11'i toplamışdıq. Təzdən eyni adamları 2 dəfə saymaq olmaz. Buradan 47 üstə gəl y bərabər 74. Y də tapıram. Neçə tapıram? Yəqin ki 27 taparam. Y də 27'dir. Bizdən də hasillərini soruşur. 2 ilə 27'dir. Hasillər də olur 54. Bax bu şəkildə uşaqlar. Bugünlük bu qədər. Ümid edirəm ki izahlarına baxacaqsınız. Bu məsələlərin hər yolunu öyrənmək lazımdır. Xüsusilə də məsələlərdən birincisi qorxmamaq lazımdır. Axırda şərtdə sizdən nə istəyir? Baxmaq lazım ki, tapdığın halda balın getməsin. Axırda istədiyinə xüsusilə baxmaq lazımdır. Bu qədər uşaqlar, sağ olun, uğurlar sizə.